Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibinel tahirinel masuminel mükerremin siyumel hucceh begiyetillah fil arazin ruhi ve ervahul alemin litturabi mekdemihil fida ve la'netullah ala a'daihim ecma'in minel ane ila qiyami yevmiddin e'udu billahi mineşşeytanirracim Rabbi şrahli sadri ve yessirli emri vahlul uqdeten min lisani yefqahu qavli. Dəfələrlə qeyd eləmişik ki, dini düzgün tanımaq üçün ilk növbədə həyat haqqında təsəvvürlərimizi düzəltməliyik. Həyatı düzgün təfsir etmək lazımdır ki, dini düzgün anlayaq. Din həyatdan ayrı deyil, din düz yaşamaq deməkdir. Əvvəla, həyat nədir sualına cavab vermədən din nədir, din insandan nə istəyir sualına cavab vermək mümkün deyil. Həyatı tanımadan, həyatın qayda qanunlarını bilmədən dini tanımaq mümkün deyil. İnsan həyatı və onun qayda qanunlarını tanımadan elə zənn eləyirsə ki, dini tanıyır, o yanılır. Həyatşünas olmayan dinşünas ola bilməz. Həyatı dindən ayırmaq olmaz. Din 1-2 dənə, 4-5 dənə əxlaqi göstəriş, 5-10 dənə ibadət toplusu, 2-3 dənə əqidə şərti demək deyil. Din həyatla üzvü şəkildə bağlı olan bir məfhumdur. Dini tanımaq üçün mütləq həyat nədir sualına düz cavab vermək lazımdır. Həyat nədir sualına necə cavab verməyimizdən çox şey asılıdır. Biz necə yaşayacağıq? Əvvəl gərək həyatı tərif edək. Həyat nədir? Sonra ona uyğun yaşayışımızı formalaşdıraq. Dindarlıqda müvəffəqiyyət əldə eləmək üçün vacibdir ki, insan həyatı tanısın. Biz həkimə gedirik, məsələn, bizə soyuq deyəndə. Adətən soyuq dəymə zamanı həkimə müraciət eləyəndə birinci boğazımıza baxır, məsələn. Boğazımıza baxır, oradan müəyyən eləyir vəziyyətimizi. Biz də öz mənəvi vəziyyətimizi təhlil etdiyimiz zaman xəstəliyimizin olub-olmamasını bilmək üçün ilk əvvəl müayinə üçün həyata baxışımızı təftiş eləməliyik. Görsək ki, bir insanın ciddi səhvləri var. Görsək ki, bir insan ciddi nöqsanlara yol verir. Birinci gərək müraciət ilə görək bunun həyat haqqında təsəvvüründə nəsə problem var yoxsa yox. Bizim çox səhvlərimiz, günahlarımız bizim imansızlığımızda olmur. Bizim çox səhvlərimiz, xətalarımız bizim imansızlığımızdan qaynaqlanmır, həyatı düzgün tanımamağımızdan qaynaqlanır. Həyatı düzgün dəyərləndirər isə bu az imanla çox yerə gedib çıxa bilərik. Bu az məhəbbətlə əhl-i beytə qarşı olan, dəyərlərə qarşı olan məhəbbətlə çox məqamlara gedib çata bilərik, çox zirvələri fəth edə bilərik. Bizim ictimai problemlərimizin də kökündə bu dayanır ki, insanların həyat haqqında dolğun təsəvvürü yoxdur. İnsanlar həyatı düzgün tərif edə bilmir. Həyat haqqında bütün düşüncələri yanlışdır. Həyat nədir ki, dinlə onu islah eləməyə çalışırsınız? Əvvəl görək bu həyat nədir ki, din gəlsin bunu islah eləsin? Axı din nəyi islah edir? Din həyatı islah edir. Bu həyat nədir ki, onu islah eləmək lazımdır? Gərək əvvəl həyatı tanıyaq ki,
din də həyatı islah eləyə bilsin. Bu bir müqəddimədir. Bu bir müqəddimə, bugünkü söhbətimiz. Mövzumuz hamıya aydındır. Biz bir ay nəfslə mübarizədən danışırıq. Bugünkü söhbətimizin birinci müqəddiməsi budur ki, biz həyatı düzgün tanımalıyıq, bu bir. İkinci müqəddimə budur ki, həyatı necə izah eləyək? Sual budur ki, həyat nədir? İkinci mərhələdə gərək cavab verək ki, həyat nədir? Mən belə cavab verim. Siz də görün, razılaşarsınız ya yox, öz ürəyinizdə saxlayın, razı olub olmadığınızı. Mən belə tərif edərdim ki, həyat insanın müxtəlif istəklərinin idarə olunmasıdır. Həyat insanın müxtəlif istəklərinin idarə olunmasıdır. Həyat bir sıra istəklərlə mübarizədir. Həyat bəzi istəklərin təmin edilməsidir. Deməli, nəticədə istəklərin idarə olunmasıdır. Yəni biz burada oturmuşuq, səhər gün açılır, axşama qədər bizim həyatda məramımız, məqsədimiz nədir? Bir sıra istəklərimizi təmin eləmək, bir sıra istəklərimizə yox demək, yəni istəklərimizi idarə eləmək. Bu olmasa həyat yoxdur. Həyat nəfəs alıb vermək deyil. Bu bioloji həyatdır. İnsan həyatı, insanın istəklərinin idarə olunmasından ibarətdir. Biz bəzi istəkləri təmin eləməliyik. Bəzi istəklərlə mübarizə aparmalıyıq. Çətin məsələdir. Hansı istəklərlə mübarizə aparaq? Nə həddə mübarizə aparaq? Hansı istəkləri təmin eləyək? Elə bir istək yoxdur ki, ondan tam mübarizə aparaq. Deyək, bunun heç nəyin təmin eləmək lazım deyil. Əgər elə olsaydı, asan olardı. Deyərdi ki, filan istəkləri tam şəkildə vurmaq lazımdır. Belə bir şey yoxdur. Elə olsa, asan olardı. Hansı həddəcənsə vurmalıyıq, hansı həddəcənsə təmin etməliyik. Həyat, bax, budur. İstəklərin idarə olunması. Həyat bizim üçün istəklərin təmin olunması, istəklərin idarə olunmasıdır. Belə də sadə deyil məsələ ki, bəzi istəklərini təmin elə, bəzilərini tam şəkildə kənara qoy. Sadə deyil. Çox mürəkkəb məsələdir. Həyatı düz yaşamaq, yəni istəkləri düz idarə eləmək. Həyat bundan başqa bir şey deyil. Hamı bu işlə məşğuldur. Bütün hansı insanın nəzərinizdən keçirdin. Bütün insanlar səhərdən axşamacan bu işlə məşğuldurlar. İstəklərini təmin edirlər və istəkləri ilə mübarizədədirlər. İnsanların əqidəsindən, dinindən, imanından asılı olmayaraq gündəlik məşğuliyyətinin adı budur. Evdən bunun üçün çıxırlar ki, müxtəlif istəklərini təmin etsinlər və ya bir sıra istəklərini inkar etsinlər, onunla mübarizə aparsınlar. Bütün insanlar istəklərini idarə eləməklə məşğuldur. Düz ya səhv, bu başqa mövzudur. Düz idarə edirlər, səhv idarə edirlər, bu başqa mövzudur. Amma insanlar idarə eləməklə məşğuldurlar öz istəklərini. Həyatı belə anlamaq lazımdır. Həyatı belə təfsir etmək lazımdır ki, dini düzgün başa düşək. Bir insandan soruşanda ki, halın necədir? Gərək əvvəl soruşsun. Məsələn deyirəm, təbii ki, bunu sözü hərfi mənada qəbul eləməyin. Hansı halım? Cismani halımdırsa, onun sağlamlığı bəllidir də. Heç yerim ağrımır, hər şeyim, narahatçılığım yoxdursa, yaxşıyam. Amma ruhi halımı soruşursansa, mənası budur ki, yəni istəklərinlə nə edirsən, necə rəftar edirsən, hansı istəklərin var və necə rəftar edirsən. Nə qədər məharətin var istəkləri idarə eləməkdə, bu sənin mənəvi halının göstəricisidir. Ruhi vəziyyətin yaxşı ya pis olması bilirsiniz nə deməkdir? Bir insan öz istəklərini idarə eləməkdə nə qədər mahirdir, məharətinin dərəcəsi onun ruhi vəziyyətinin göstəricisidir. Nə qədər daha mahiranə, mahircəsinə, ustadcasına
öz istəklərini idarə edə bilirsə, o daha ali ruhi keyfiyyətlərə malikdir. Nə qədər idarə etməsi səhvdirsə, bir o qədər mənfi ruhi vəziyyətdədir. Yəni insan bir ölkədir. Bir ölkədir, müxtəlif qüvvələrdən ibarətdir. Hərəsi bir tərəfə çəkir. Mahir insan o insandır ki, bu ölkəni ədalətlə idarə edə bilsin. İstəklərin bəzisini təmin eləsin, bəzisini yerində oturtsun, bəzisini bir məqamda təmin eləsin, başqa bir məqamda onunla mübarizə aparsın. Bax, bu belə bir prosesdir. Həyat yəni bu. Həyatın mənası bundan başqa bir şey deyil. Allahın insana nəzər yetirməsi, keçmişdə belə bir zarafatca misal çəkmişdik, amma bunun bir həqiqəti də var. Məsələn, insanlar peşələrinə, öz maraq dairələrinə uyğun baxışları var da digər insanlara. Məsələn, bəzi sürücülər adamlara baxır yolun qırağında, deyir, məsələn, 5 manat dayanıb burada. Onun üçün adam 5 manatdır. Məsələn, bir cərrah həkimdir, məsələn, plastik əməliyyat eləyirsə, o istər-istəməz sənə baxırsa, məsələn, deyir ki, bunun gözündə əyriliyi varsa, gözünün altında, məsələn, bir 500 manat yatıb. Ya burnunda, məsələn, bir 2000 manat yatıb. Maraq dairəsinə uyğun baxır. Bəzi, məsələn, mollalar var ki, onlar diriyə yox, ölülərə elə baxır. Məsələn, tabutda gətirirlər, deyir, məsələn, 50 manat gəlir. Tabutun içində adam görmür, 50 manat görür, məsələn. Bəzilərinin baxışı belədir. Allahın bəndəsinə baxışı, Allah insana yaratdığına baxanda nəyə nəzər yetirir ilk növbədə? Allah nə cəhətdən insana baxır, nəzər yetirir? Allah insana baxdığı zaman ona qiymət verəndə bu baxımdan qiymət verir ki, bu saat istəklərini necə idarə edir, nə istəyir, hansı istəyinə cavab verir, hansı istəyinə cavab vermir. Bax, Allah üçün bizdə mühüm olan məsələ budur ki, bu istəkləri ilə nə edir sözün qısası, istəkləri ilə necə rəftar edir. İnsan istəklər məcmusudur, istəklər dəryasıdır. Necə izah edeyim insan, nə qədər istəkdən ibarət bir varlıqdır. Bir-biriyle çarpışan, sayrışan, nə bilim mən, bir-birinə qarışan müxtəlif istəklər insanın daxilində mövcuddur. Allah baxanda buna baxır ki, indi bu hansı istəyinlə keçib, hansı istəyini təmin edir, nə ilə məşğuldur bu baxımdan, nə ilə məşğuldur. Bütün müqəddəratımız da bundan asılıdır. Bax, bu gecə sonuncu Qədir gecəsidir. Üçüncü Qədir gecəsi ən mühüm gecədir. Yəni, sizdən soruşsalar, ən fəzilətli gecə hansıdır Ramazan ayında? Bu gecədir, 23-cü gecə, hədislərə əsasən. Bu gecə insanın ruhu vəziyyəti, qəlbinin istəklərinə uyğun onun gələcəyi formalaşacaq. Bu gecə çox əhəmiyyətli gecədir, çox mühüm gecədir. Allah bəla verir, nemət verir, nəyə əsasən verir? Qəlbdə olan istəklərin idarə olunmasına əsasən. Nə istəyir, necə idarə edir istəklərini? Buna əsasən Allah insanlara ya bəla verir, ya nemət. Bəlaların, nemətlərin fəlsəfəsi budur. Axırı nədir bu işin? Axırı budur ki, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهِ بِقَلْبٍ سَلِيمٍ. Axırda təmiz ürək Allaha verməliyik, təmiz ürək. Bu istəkləri tənzimləyib, pak ürək Allaha təqdim etməliyik. Pak ürək. Qəlb bilirsiniz nə qədər dərin bir şeydir. Allahın əzəməti ən çox harda zuhur eləyir sizdən soruşsalar, gözünüzü qırpmadan, tərəddüd eləmədən cavab verin ki, insan qəlbində. Allah insanın qəlbindən daha əzəmətli bir şey yaratmayıb. Allahın qüdrəti dağda, daşda öz yerində təzahür edir, amma o zəif təzahürdür. Allahın qüdrətini görmək istəyirsənsə, insana bax. Həzrəti Musa soruşdu ki, ilahi sənin məkanın haradır? Təbii ki, Musa, nauzubillah, mərifəti zəif adam deyil. Musa peyğəmbərdir, kəlimullahdır, bilir ki, Allah məkana sığmır. Allah üçün məkan təsəvvür olunmaz. Amma soruşur ki, sənin məkanın hanı? Allah cavab verir ki, mən yerə göyə sığmıram. Deyir, birdən fərz eləsək ki, haradasa yerləşə bilərdin. Fərz eləsək ki, harada yerləşərdin? Allah cavab verir ki, yer göyə sığmaram, amma müminin qəlbi mənim məkanımdır. Ora yerləşərəm.
yerləşməli olsaydım. Yəni bu əslində nəyi çatdırır? Qəlb nə qədər dərindir, qəlb nə qədər böyükdür ki, Allah özü ilə özünü qəlbə nisbət verir. Qəlb nə qədər böyük bir ruh deyirik, ruh. Bax bu qəlb. Biz elə bilirik ki, məsələn, biz neçə kiloqram ət parçasıyıq, xeyr. Bizim daxilimizdə gəzdirdiyimiz dünya elə əzəmətlidir ki, mən bunu keçmişdə də sizə demişəm, indi də təkrar edirəm, bax, bütün bu kainatı, planetlərin hamısını at ruhun içinə itib batar, zərrədir onun içində, zərrə. Bütün varlıq aləmi insan ruhunun içində itir, heç nədir, bir nöqtədir, insanın ruhu bu qədər əzəmətlidir. Çox dərindir. Təsəvvür eləyin, belə bir dərin ruh və yüzlərlə istəklərdən ibarət. Yüzlərlə istəklər. İndi gəl baş çıxart, gəl baş aç. Mahir insan o insandır ki, bu istəkləri düzgün idarə eləyə bilir. Hansını hansı həddə təmin eləmək lazımdır, o həddə təmin eləyir. Hansılarını yerində oturdur, hansına nəsə verir, hansının qarşısını alır. Bax, bu məharətdir, insanın məharətidir. Ruh çox dərin bir dəryadır. İnna xələqnəl insan min nutfətin əmşac. Biz insanı qarışıq nütfədən yaratdıq, nəbtəli, dalıca deyir, imtihan etmək üçün. Nə deməkdir bu? İmtihan budur ki, görək istəklərini necə idarə eləyəcək? Bu istəkləri necə idarə eləyəcək? O istəkləri idarə eləmək çox mühüm məsələdir. O qədər dərindir ki, bitib tükənmir. Dünən bir şey istəyir, bugün verirsən daha istəmir, təzə şey istəyir. Arzudur. Gecə gündüz deyir, filan şeyim olsun. Bir müddət sonra əldə eləyir, vəssalam. Heç elə bil onu istəmirdi. Təzə şeyə həvəs yaranır. Mənəvi məsələlər də belədir. Mənəvi yolda getsən, deyirsən, filan günahdan qutarın, vəssalam. Qutarırsan, görürsən, yox, başqa bir məqam istəyirsən, başqa bir şey istəyirsən. Filan məqama çatın, vəssalam, görürsən, başqa bir şey istəyirsən. Burada oturanların hər biri yaşayırsa, nəfəs alırsa, deməli istəklərini ya təmin edir, ya istəklərini rədd edir. Həyat bu iki haldan xaric deyil. Mənəvi təkamül nədir? Mənəvi təkamül odur ki, mənəvi təkamülün şərti nədir? Mənəviyyatı gücləndirən şeylər istəyəsən, zəiflədən şeylərdən imtina eləyəsən. Bu prosesdə istəklərin idarə olunmasında əsas məsələ nədir? İstəklərin təmin olunması, onlarla mübarizə aparmaq. Yəqin ki, mübarizə aparmaq. Təmin olunması o qədər çətin məsələ deyil. Məsələn, çünki istəyi təmin edirsən, çıxır gedir, daha istəmir. Təzəsi gəlir yerinə. Onu idarə eləməyəsən. Mən iPhone 5 istəyirəm. Verirsən ona, bir aydan sonra iPhone 6 istəyir. 5 öldü da, o istəyi qoy qəbrə, qutardı. Heç vaxt da iPhone 5 istəməyəcək. iPhone 6 istəyəcək. Onu da verdin, mən Samsung falan istəyirəm, bilmirəm, onu da verdin. Yəni istəkləri təmin etdikcə səni tərk edir, gedir, növbətisi gəlir yerinə. Növbətisi gəlir. Məsələn, maşınlarda da elədir. Amma bunu həyatda təcrübə eləyib. Arzulayır, sürür, gözündən düşür, təzəsini istəyir. Sürür, gözündən düşür, təzəsini istəyir. Hər bir şey belədir. İstəyi təmin eləmək nisbətən asan məsələdir. Çünki istəyi təmin edirsən, səni tərk eləyib gedir. Amma istəklə mübarizə aparıb ondan azad olmaq hünərdir. İstədiyini verirsən, təbii səni tərk eləyir. Amma istədiyini vermirsən, orada sən əzm qoyursan ortaya, o qədər onu əzirsən ki, artıq istəmir. Amma budur, hünər. Məsələnin mühüm tərəfi budur. Bugündən başlayaraq, Allah qoysa Ramazan ayının son gününəcən, Allah qismət eləsə bizə, Allah nəsib eləsə. Çünki bizim qərar verməyimizlə deyil. Bizim qərarlarımızı bir anın içində alt üst eləyir, tamam, dəyişir. Heç nəyə zəmanət yoxdur. Odur ki, inşallah deyirəm, Allah qismət eləsə, bugündən başlayaraq ayın sonuna qədər mövzumuz konkretləşir. Mövzumuz konkretləşir. Nə mənada? İndiyəcən deyirdik ki, nəfslə mübarizə.
Nəfs mücərrəd anlayışdır. Yəni istəklər. İndən sonra başlayırıq görək hansı istəklərlə mübarizə. Nəfs yəni nə? Nə ilə biz mübarizə aparmalıyıq və tam mənada mı mübarizə aparmalıyıq? Yoxsa hansısa həddə təmin etməliyik, hansısa həddə mübarizə aparmalıyıq? Yəni nəhayət ki, keçən Ramazan ayından, keçən ilin Ramazan ayından 30 gün, bugün neçənci gündür? 22-ci gün, 23-ə keçir. Cəmi eləyir 30, o da 22 gün, eləyir 52 gündür biz ümumiyyətlə nəfslə mübarizədən danışırdıq. Bugündən mövzu konkretləşir. Hansı istəklərlə mübarizə aparmalıyıq? Siyahı çıxır ortaya. O siyahıya mən bugün baxıram, deyirəm ki, bu Ramazan ayda bəs eləməyəcək. İndi mən fikirləşirəm, neyniyim ki, o bəhsi gələn ilə də saxlamayaq. Çünki orada da naqis qalar mövzu. Bilməm, cümələrdə davam eləyək onu, necə eləyək ki, bu mövzunu tamam bitirək. Nəfslə mübarizə bizdən yadigar qalan bir silsilə mövzu olsun, yarımçıq kəsilməsin deyə. Mən düşünürəm, bəlkə cümə günləri, inşallah Ramazan ayı bitdikdən sonra o mövzunu davam elətdirmək olar. Çünki bu məncə bugün də çox aktual və həmişə aktual olan mövzulardan biridir. Deməli, biz hansı istəklərlə mübarizə aparmalıyıq? Sual bu idi. Din gəlir, bu proqramı bizə təqdim eləyir. Din gəlir bizə, proqram təqdim eləyir. Din nədir? Belə çox tərif vermək olar dinə. Biri də budur ki, din insanın istəklərinin idarə olunmasının proqramıdır. Qayda qanunlarıdır. İnsanların istəklərinin idarə olunmasının qaydaları. Vəssalam. Dini belə tərif eləmək olar. Biz onsuz da istəklərimizlə mübarizə aparırıq. Amma onu gərək idarə olunan şəkildə eləyək. Allahsız biz istəklərimizi idarə eləyə bilmərik. Axı bizim əsas istəyimiz Allahın özüdür. Bilirsiniz, bizim istəklərimizdən biri və əsas istəyimiz Allahdır. Biz gərək o istəyimizə bütün istəklərimizi yönəldək deyə əvvəldən onunla başlayaq işə. Özdə belə yox ki, proqramı verdim, mən getdim mübarizəyə. Allah deyir, gəl otur yanımda, mənlə. Bir yerdə proqram tökək, mən proqram tökəcəm sənin üçün. Bir yerdə ikimiz əl-ələ verib nəfsü idarə eləyək, istəkləri idarə eləyək. Burada gərək əlin həmişə Allahın əlində olsun. Əlin qopdusa vəssalam. Proqram almaqla deyil. İnnən nəfsə ləəmmarətun bis-su illa ma rəhimə Rəbbi. Nəfs insanı pisliyə çəkir, ancaq Allah rəhm eləyən nicat tapır. Yəni əlin həmişə Allahın əlində olsun. Gərək Allahla birləşəsən, Allahla birləşib öz içində istəkləri tənzimləməklə məşğul olasan. Allah da insana qiymət verir. Necə mübarizə aparır. Həm özü iştirak eləyir, həm də bəhbəh deyir. Deyir, əhsən, filan şeyi yaxşı vurdun, filan işi yaxşı gördün. Təşviq eləyir, o bəhbəhləri də biz hiss eləyirik. Məsələn, bir şeydən keçirik, görürük ki, onun feyzi gəlir, ləzzəti gəlir. Allahın hədiyyələridir. Allah bizi təşviq eləyir. Başlayaq bu siyahı haqqında danışmağa. Nələrlə mübarizə aparmalıyıq? Nələrlə mübarizə aparmalıyıq? Hər hansı pis əlaqə ilə mübarizə aparırıq, elə bilmirik ki, bitir. O gedəcək, yerinə başqası gələcək. Onunla mübarizə aparacaq, yerinə başqası gələcək. Pislər qutardı fərz eləyək, pis bağlılıqlar. Növbə gəlir yaxşı istəklərə, indi onlarla mübarizə apar. Həzrət İbrahimin bağlılığı pis bağlılığı idi, xeyr. Həzrət İbrahim oğlu İsmayılı sevirdi. İsmayıl əleyhissalam da peyğəmbər idi, Həzrət İbrahim də peyğəmbər idi. Bu bağlılıqlar müsbət bağlılıqlar idi. Mənfi yox, müsbətdən keçmək zamanıdır. Müsbət bağlılıqlara yox demək özü də növbəti mərhələdir. Necə ki, ariflər deyir ki, hicabdan, üzr istəyirəm, zülmətdən olan hicabları yardıqdan sonra nurdan olan hicablar gəlir. Elm də hicaba çevrilə bilər, fəzilətlər hicaba çevrilə bilər. Növbəti mərhələdə onları insan idarə eləməlidir. Növbəti mərhələdə. İstəklərimizlə nə edirik, necə idarə edirik? Bu, bizim mənəvi məharətimizdir. Din gəlir bu işdə bizə kömək eləsin. Həyat budur. Ya istəklərimizi vururuq, ya təmin edirik. Bəzən özümüz vurmuruq, Allah vurur. Bəzi istəklər var ki, vaxtında vurmalıyıq, vurmuruq.
Allah məcbur olur, bəla göndərsin. Ya istədiyimizi əlimizdən alsın, ya da istədiyimizi bizə verməsin. Həyat bax bundan ibarətdir. Allah bir istəyimizi yerinə yetirir, baxır bizə, görür təşəkkür əlaməti yoxdur. Elə bil belə də olmalıdır. Görür təşəkkür, bir minnətdarlıq əlaməti yoxdur. Növbəti dəfə bir istəyimizi vermir, ya alır əlimizdən, baxır görür razılıq əlaməti yoxdur. Və biz beləyik. Nə istəklərimiz yerinə yetirəndə təşəkkür edirik, elə bilirik belə də olmalıdır. Nə istəklərimiz yerinə yetməyəndə razılıq bildiririk ki, razıyam, eybi yoxdur. Bütün istəklərim ki, həyata keçməyəcək, bir sırası olmayacaq. Axşam biz yemək yiyəcək inşallah, ölməsək. Tikələr bir-bir boğazımızdan keçəcək. İnanın ki, Allahın iradəsi olmasa o tikə boğazımızda qalacaq, öləcək, Allah eləməsin. 100 yaşayaq, ölümün adını çəkmək olmaz. İnşallah 100 ildən sonra. Bu tikələri yemək, onların boğazdan keçməsi onun neymətidir. Biz elə bilir, təbiidir, adam yiyəndə elə boğazından keçməlidir. Bu istəklərin hamısının arxasında Allahı görəsən. Həzrət Peyğəmbər bir söz nə buyurur? Buyurur ki, gözümü hər dəfə qırpıb açanda Allaha minnətdarlıq bildirirəm ki, bu dəfə də fürsət verdi ki, gözüm açıldı, dünyanı gördüm. Göz qırpmağı nə hesab edir? Gözü kipriyi görmək olmur. Yəni göz qapağını görmək olmur. Yəni nə demək istəyir? Hər an minnətdarlıq halındayam. Allah bizdən istəklərimiz vasitəsilə danışır. Bəzi istəklərimizi təmin edir. Görüm neyniyəcək? Biz deyirik, borcudur, eləməli, elə başa düşürük. Bəzi istəklərimizi təmin etmir. Biz mübarizə aparmalıyıq, aparmırıq. Allah özü girir, deyir, vermirəm sənə. Nə üçün? Bunu nə üçün eləyir? Çünki görür, bu istək bizi bədbəxt eləyəcək. Bizim ağlımız olsaydı o istəyə yox deyərdik. Demirik, Allah özü girir meydana, o istəyi başlayır bəla ilə vurmağa. Və yaxud da istədiyimizə çatmışıq, qədrini bilmirik, əlimizdən alır. Sözün qısası həyat bax bu istəklərin idarə olunmasından ibarətdir. Sual, birinci hansı istəklə mübarizəyə başlamalıyıq? Nəhayət ki, gəldi bu sualın cavabını deyək. Birincisi, mübarizə aparacağımız istəklərdən birincisi sizcə hansıdır? Məncə rahat tələblidir. Rahat tələbli, rahatlıq sevərlik, rahatlığı istəmək insanın mübarizə aparmalı olduğu birinci istəyidir. Bizim ilk təcrübə elədiyimiz istək hansıdır? Bizim ilk təcrübə elədiyimiz istək rahat tələblidir. Uşaq dünyaya gələndə bu istəklə dünyaya gəlir. Bugünkü dünyanın ən əsas problemlərindən biri bu məsələyə düzgün yanaşmamaqdadır. Bu məsələni düzgün dəyərləndirməməkdədir. Hamı rahatlıq axtarır bu dünyada, dünyanı belə tənzimləyiblər. Və yalandan rahatlıq vədəsi verirlər. O reklamlara baxın. Adam baxa-baxa özü allanır. Görürsən, elə deyil, amma inanırsan. Rahatlıq vədəsi, birinci mübarizə aparmalı olduğumuz hiss həmin rahat tələbli hissidir. Rahat tələbli hissini sadə görməyin. Çox bəlaların başıdır, çox bəlaların köküdür. Hamı rahatlıq axtarır. Mübarizə nədir? Bəzi adamlar mənə qulaq assa deyər, bu nə danışır? Bu nə danışır? Dünya deyir, rahatlığa çıxın, bu çıxıb deyir, rahatlıqla mübarizə apar. İlin günün bu vaxtında. Hamı deyir ki, rahat yaşar, rahatlığa qovur, bu gəlib deyir ki, rahatlıqla mübarizə apar. Dindarların da çoxu bunu anlamır. Biz elə bilirik, din, yəni məscidə getmək, namaz qılmaq, bəzi işləri görmək. Dindarların çoxu da bu fəlsəfə ilə yaşamır. Rahatlıq axtarır. Rahatlıq axtarır. Söhbət burada rahatlığın bir növündən gedir əlbəttə. Biri məsələn qəzəblənib, əsəbidir. Biz onun nəsihət eləndə nə deyirik? Deyirik ki, bu qədər əsəbi olma, səbirli ol, biraz dözümlü ol, xoş əxlaq ol, əxlaqlı fikir ver. Amma konkret nəsihət eləmək istəsə ona nə deməli? Əsəbi adam görəndə deməli ki, sən çox rahat tələb insansan. Sən o qədər rahatlığı sevirsən ki, narahat olanlar narahat olursan.
Sən o qədər rahatlığı sevirsən ki, biri bu rahatlığı əlindən alanda narahat olursan, aləmə qəzəblənirsən. Deyirsən, gül kimi oturmuşduq burada, gəldi dedi ki, filan şeylər. Gül kimi uzanmışam da anam dedi ki, çörək al. Mən rahatlığı ümumiyyətlə niyə bu qədər sevməliyəm ki, onu kimsə pozanda bu qədər narahat olum? Bax, məsələ bundadır. Bizim əsəbiliyimizin, qəzəbimizin çox vaxt kökü budur ki, biz rahat olmaq istəyirik. Hansısa hadisə və yaxud kimsə bizim rahatlığımızı pozanda bütün dünya ilə düşmən oluruq. Aləmlə düşmən oluruq. Bax, bunlar hamısı həyatı düzgün yaşamağın qaydalarıdır. Rahat tələblik elə bir hissdir ki, ona yüzlərlə problem bağlıdır. Biz elə bilirik, bir adi, bir təbii bir hissdir. Amma bilirsiniz, nə qədər əxlaqi rəzilliklərin, çirkinliklərin anası bu sadə rahat tələbli hissidir. Bilirsiniz, nələr doğur ondan? Rahat tələbli dünyanın bugün dəvət elədiyi fəsadlardan biridir. Çox problemlərimizin mənbəyidir. Mən hələ ləzzət tələblikdən demirəm, ləzzətpərəstlikdən demirəm. Ləzzətpərəstlik rahatpərəstlik ilə fərqli şeydir. Düzdür, rahat tələblikdə biraz ləzzət də var. Amma rahat tələblik, belə də məsələn, yerimi rahat eləyim, oturdum. İndi gətir televizoru qoy, ləzzətlə futbola baxaq məsələn. Əvvəl rahatlığı təmin edirsən, sonra ləzzəti. Rahat tələblik budur ki, ac qalmayım, ləzzət tələblik budur ki, ləzzətli yemək yiyim. Ləzzətli, xoş yemək yiyim. Uşaq dünyaya gələn kimi ləzzət istəmir. Uşaq dünyaya gələn kimi əvvəl rahatlıq istəyir. Ağlayır, görsən nəsə istəyir. Elə ki, qarnı doldu, ondan sonra gözü gəzir ki, oynayın məndən. İndi ləzzət istəyir. Uşaq acdırsa, narahatdır, ağlayır və salam. Heç nə başa düşmür. Nə qədər yelli onu, nə qədər bu başa düşmür. İnsan doğulanda rahat tələbli hissi onunla doğulur. İnsan rahatlıq axtarır. Körpə vaxtında balaca narahat oldu, ağlamağa başlayır. Yadınızdadır dünyaya gəldiyiniz vaxt? Yadınızda deyil təbii ki. Amma mən sizə xəbər verim sizin o balaca vaxtınızdan. Çox vaxt bəzi adamların o körpə vaxtından danışanda xoşuna gəlmir. İndi özünə görə səviyyəli bir adamdır. Kabinetdə oturur, pul qazanır, maşın sürür. Deyəndə sən bir vaxtı bu boyda körpə uşaq idin, özünə sığışdırmır. Quran lap elə yerlərə gedir, çıxır ki, heç onu danışmağa adam utanır. Bilirsiniz, nə idiniz? Hələ mən uşaqlıqdan danışıram, çox inciməyin. Allah gedir, lap ondan qabaqki mərhələlərdən danışır. Deyir, sizi sıçrayan sudan yaratdım. Necədir sizin üçün? Necədir, indi məğrur gəzirsən? Əvvəlin nə idi? Yaxud da deyir, heç yadındadır o zaman ki, heç yox idin. Yox idin sən. Hərdən bir yaxşı olar ki, adam yadına salsın ki, elə mən, məsələn, 50 yaşda kişi kimi doğulmamışam. Mənim körpə vaxtım olub, birinin qucağında olmuşam, ağlamışam. Haçan ağlamışıq biz? Sizin yadınıza gəlmirsə, mən sizə deyim. Biz onda ağlamışıq ki, biz narahat idik. İlk dəfə biz rahatlıq istəmişik körpəlik vaxtımızda. Rahatlıq istəmişik. Rahatlıq istəmişik və rahatlığımız təmin olunan kimi dayanmışıq. Bu his təbii hissdir, amma axıra qədər adamda qalsa bədbəxt eləyir adamı. Buna bir hədd qoyulmalıdır. Həyat nədir? Həyat bu istəklərin idarə olunması. Birinci növbədə nə ilə mübarizə aparmalıyıq? Rahat tələbli hissi ilə, rahatlıq hissi ilə. Hədislərdə var ki, təəccüb edirik o insanlara ki, bir şey axtarırlar ki, Allah onu yaratmayıb. Soruşdular, o nədir ki, Allah yaratmayıb? Buyurdular, dünya rahatlığı. Bəs bu rahat tələbli hissi hardan yaranıb? Niyə var? Axı səni qarşıda əbədi rahatlıq gözləyir. Sən əbədi rahatlıq üçün yaranmısan. Odur ki, bu istək sənin içində var. Onu burada axtarma, burada yoxdur. Burada axtarma. O hissin olmağı xəbər verir ki, elə bir aləm var ki, mütləq rahatlıqdan ibarətdir. Ancaq rahatlıq. Orada bir zərrə narahatçılıq olmayacaq, mümkün deyil. Bir zərrə, bir an, göz qırpımı narahat olmağa qoymayacaq Allah bizi. Biz onu qoymuşuq, burada axtarırıq onu. O da deyir, tapmayacaqsan. Peyğəmbərlər deyir, vallah tapmayacaqsan.
Axtarma, özü, enerjini niyə boş yerə sərf edirsən? Elə bir şey dünyada yaranmayıb ki, dünyada ayağı uzadasan deyəsən. Vəssalam, rahat oldum, evim var, nəmnəyim var, boş şeylərdən hamısı. Narahatçılıq olacaq. Narahatçılıq olacaq. Onun aradan apara bilməyəcəksən. İmam Sadiq əleyhissalamdan soruşdular, sözümə dəlil gətirim ki, mənə inanasınız da. Mən özüm danışmıram, istinadım nəyədir? İmam Sadiq əleyhissalam soruşdular, bəndəlik nədir? Buyurdu ki, mən ərəbcəsini çox oxumuram, vaxt uzalmayayım. Buyurdu ki, bəndəlik odur ki, bütün vücudu Allaha verəsən. Bir hissəsini verəsən, deyəsən, filan hissəsi sənin, filan hissəsi mənim. Bir də var ya, bütün vücudu Allaha verəsən. Bu necə baş verir? Onu da izah eləyir. Xahiş edirəm, bu hədisə diqqət edin. Bu necə baş verir? İnsan bəndəliyi özünü Allaha verməsidir. Bu necə baş verir? Və səbəbu zalik mən'un nəfsik əmmə təhva. Deyir, bunun yaranma səbəbi nəfsü istəklərdən çəkindirmək və istəmədiyi şeyə vadar eləmək. İstəmədiyi şeyə vadar eləmək. Əlbəttə qaydasındır. Məsələn, Hindistanlılar kimi gedib mismarın üstündə uzanmayaq sabahdan ki, məcbur eləyəcəm özümü. Yox. Allah deyən şəkildə. Allah deyən şəkildə. Bəndə kimi olmaq üçün, bəndə olmaq üçün özü Allaha təqdim eləyəsən. Bu necə olur? İstəkləri və yox deyəsən, istəmədiyi və özü vadar eləyəsən. Bax, bundadır sözüm. Bunda. Və miftahu zalikə tərkür rahə. Bunun açarı nədir? Bütün bunların açarı nədir? Rahatlığı tərk eləmək. Görün, nə qədər mühüm mövzudan danışıram mən. Bu mənim sözüm deyil ki, deyəsi sözündən danışır. İmam Sadiq əleyhissalam bəndəlikdən danışır, gör hardan. Və mə xələqtul cinnə vəl ins illə liyəbudun. Yaradılış bəndəlik üçündür. Gəlir, deyir, bu bəndəliyin açarı nədir? Və miftahu zalikə tərkur rahə. Rahatlığın tərk olunması bunun açarıdır. Elə ki, başlayırıq özümüzlə mübarizəyə, döyüş meydanına girəndə dəvət edirik də bir-bir. Hansı gəlsin istəklər, onu vurum. Deyirik, ey rahatlıq tələbli, gəl meydana, gəl səninlə başlayaq. Ringə dəvət edirik və birinci rəqibimiz budur döyüş meydanında. Rahat tələbli hissi ilə mübarizə aparırıq. Bir dənə də hədis əleyhissalamdan deyim. Əl-qalbul muhib lillah yuhibbu kəsirən ən-nəsəb lillah. Buyurur ki, qəlbi Allahı sevən qəlb, o qəlbdir ki, Allah üçün çətinlik çəksin. Vəl qəlbullahi anillah, Allahdan xəbərsiz qəlb hansıdır? Yuhibbur rahə, rahatlıq sevən qəlb. Rahatlığı sevən qəlb. Məhəbbət ki, ürəyə girdi, rahatlığı əldən almalıdır. Rahatlığı əldən almalıdır. Aşıq görmüsünüz rahat olsun, aşıq rahat ola bilməz. Hələ bir qızı sevir bir cavan oğlan məktəbdə. Hamımız o yolları keçmişik. Bütün dincliyi əlindən gedir və ləzzət alır. Ləzzət alır. Həqiqətən belədir. İnsan sevdiyinə xidmət göstərməkdən, sevgisi şiddətləndikcə rahatlığı gedir və rahatlığı getməyə can atır. İstəyir ki, rahatlığı getsin. Rahatlıq axtarmır heç. Rahatlığın əlindən getməsindən zövq alır, ləzzət alır. Bəzi istər var, insanla doğulur, insan gərək onu idarə eləsin. Sözümü bitirirəm. Çox az qalıb. Biraz da mənə dözün, rahatlığınızı əlinizdən alın, sonra inşallah sizi Allaha tapşırıram. Yadınızdadırsa, keçən ildən bəhsi danışdıq. Yadınızdadırsa, dəfələrlə də demişik, bu ildə demişik. İnsan son məqsəd nədir? Yadınızdadır. Mübarizə, dava, qırğın, bütün bu dediklərimiz. Axır nədir? Nə üçündür bütün bunlar? Liqaullah üçündür. Liqaullah, Allahla görüş. Bütün bunlar liqaullaha bağlanmasa mənasızdır, üzücüdür, yorucudur, acıdır. Liqaullaha bağlandısa, Allahla görüşün müqəddiməsinə çevrildisə, onda mübarizə olur gözəllik, ləzzət, xoşluq, başdan ayağa. Çünki yaxınlaşdıqca o görüşün hərarəti səni vurur və onun yolunda mübarizə çox ləzzət verir insana. Bir nəfər gəldi Peyğəmbərlə, bir müsahibələr var, indi deyirlər, məsələn, həyat nədir, deyirsən filan şey. Uğur nədir, deyirlər, bir cümlə, bir sual, bir cavab, bir sual, bir cavab. Bəziləri Peyğəmbərə belə suallar verirdi.
Özdəki bu görüş pullu görüş idi. Çünki bir zaman ayə nazil oldu ki, Peyğəmbərlə görüş üçün sədəqə verin. Çünki gəlirlər otururdular saatlarla. Getmək bilmir ki. Peyğəmbər də ədəbli adamdır, deyə bilmir, dur çıx get. Allah imtihan eləyir bunları ki, birincisi çox elə istədiyi vaxt girib Peyğəmbərlə oturmasınlar saatlarla, vaxtını almasınlar. İkincisi də görsün nə qədər fədakardır. Bunlar elə bekarçılıqdan gedir Peyğəmbərin yanına, yoxsa ehtiyacı var. O da ki, deyir, hər görüşəndə sədəqə verin. Birinci əleyhissalam düşür, hər bir işdə, müsbət işdə birinci olduğu kimi sədəqə verir, gedir Peyğəmbərlə görüşür. Bu ərəbdə, bəzi ərəblər olub ki, gözəl suallar veriblər. Hər sual üçün ayrıca gəlib yadımda qalan 8 sual verib, hərəsində də ayrıca sədəqə verib. Gəlib, bir cümlə sual verib, cavabını alıb gedib. Bir cümlə sual verib, cavabını alıb. Hərdən mən təəccüblənirəm ki, bu çöl ərəbi, ya o dövrün ərəbi necə mərifət sahibidir ki, o sualları verdi. Burada biraz sadə sual verib, amma Peyğəmbər də bir cümlə cavab verib. Deyib, ya Rəsulallah, mərrahə. Ya Rəsulallah, rahatlıq nədir? Cavabda bir cümlə. Buyurdu Peyğəmbər, qalə liqaullahi teala. Rahatlıq Allahla görüşdü, vəssalam. Allahla görüşməkdir. Nə vaxt rahat olacam? Bu dünyadan qopan kimi, Allahı görən kimi, görmək bu gözlə yox, qəlb gözü ilə, Allaha qovuşan kimi, vəssalam, la xavfun aleyhim və la hum yəhzənun. Əziyyət dövrü bitdi, özdə həmişəlik bitdi. Vəssalam. Orada desinlər, Ramazan ayı gəldi, cənnətdəkilər oruç tutun, yoxdur elə şey. Hətta var hədislərdə ki, neymətləri görüb səcdəyə gedəcəklər, özü istəyəcək namaz qılmağa, deyəcəklər, qutardı, namaz yeri deyil bura. Namaz qaldı dünyada. Sevindiyindən istəyəcək ibadət eləsin, mane olacaqlar. Çünki orada ibadət tələb olunmayacaq insandan. Rahatlıq başlayacaq, mütləq rahatlıq, mütləq rahatlıq. O halları vəsf eləyir Quran, mən bağışlayın, halları vəsf eləyirdi, cənnəti görən kimi, elə ki, ürəklərinə rahatlıq çökəcək, bir ömür onu axtarıblar axı. Bir ömür onu axtarıblar, birdən rahatlıq çökəcək, deyir, Elhamdülillahilləzi əzhəbə annəl həzən, həmd olsun o Allaha ki, qəmi bizdən uzaqlaşdırdı. Sevincindən yerə göyə sığmayacaq. Hədisdə var ki, ölüm olsaydı əgər, ölüm olsaydı, cənnətə gedənlər sevindiyindən ürəyi partlayıb ölərdi, hamısı. O qədər rahatlıq qarşıda bizi gözləyir. Sən elə bilirsən, bir ay oruç tutursan, neçə saat ac qalırsan, əvəzsizdir, xeyr. Bir gün gələcək ki, sən rahat olacaqsan. Qəbrə qoyulub Allahla görüşən anda deyəcəklər, bunu da rahat buraxın, qurtardı. Bunun çətinlik dövrünü bu uğurla başa vurub, indi gəlib də bundan o yana rahatlıq olacaq. Dünyada bunu dadmaq, bunun heç olmasa zərrə qədər hiss eləmək hardadır? Əla bi zikrillah tətməinnül qulub. Qəlblər Allahı zikr eləməklə rahat olur. Din bütövlükdə rahatlığı vurmaq demir. Yadda saxlayın. Bir qədər rahatlığa özü təşviq edir. Biz mənzil alırıq. Mənzil üçün avadanlıq alırıq, mebel alırıq. Müəyyən qədər rahatlıq da lazımdır insana. Demirəm rahatlığı tam tərk elə. Bir bağın olsun, imkanın olanda get altı bazar, get orada qal, dincəl. Rahatlıqla özünü təmin elə. Amma harda, necə, hansı həddən artıq rahat tələb olma. Ayağı ki uzatdın, bəh. Çox başladın ləzzət almağa, gözdə ki bir zərbə gələcək. O diyor, olmaz. O qədər də yox. Rahatlığın bir həddi var. Rahatlıq təkamülə kömək edəcək həddi olmalıdır. Və rahatlığın bəzi növləri var ki, onu gələcəkdə, sabahda birisi gündə deyəcək. Rahatlığın bəzi növləri var. Allah deyir ki, gəl onu sənə verim. Gəl onu sənə verim. Ona görə deyir ki, filan ləzzətləri, məsələn, deyir, çox musiqiyə qulaq asma. Deyirsən, niyə mən xoşlayıram? Deyir, qulaq asma çünki səni narahat eləyəcək. Bəzi yerdə Allah özü bizim rahatlığımızın qayğısına qalır. Bəzi yerdə isə deyir, burada özü narahat elə ki, mütləq rahatlığa qovuşasan. Bunların hamısının qaydaları, qanunları var ki, inşallah qismət olsa, sabah cümə günüdür, cümə xütbəsi olacaq, birisi gündən inşallah mövzunu davam edəcək. Bu gecə cümə gecəsidir, həm də Qədr gecəsidir. Mən də həmişə adətimiz bu idi ki, İmam Hüseynə təvəssül elirdik söhbətlərimizdə də bu gecə Qədr gecəsidir deyə İmam Hüseyn əleyhissalama axşam təvəssül eləyəcək, əzadarlıq da olmasa, yəni dua bikəyə Allah məclisi olacaq. Ona görə əvvəlcədən sizdən xahiş edirəm ki, bu gecə Qədr gecəsində məclisdə olarkən, istər bu məsciddə olsaz, istər digər yerdə, harada olsaz, məni də dualarınızda yaddan çıxartmayın. Bir neçə cümlə İmam Hüseynə salam deyib dua eləyək.
السلام عليك يا أبا عبد الله. السلام عليك وعلى الأرواح التي حلت بفنائك. عليكم مني جميعا سلام الله أبدا ما بقيت وبقي الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 ya Allah, ya Allah, ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. İlahi, bu gecənin feyzindən, Qədr gecəsinin feyzindən bizi binəsib eləmə. İlahi, bizi bu ayın bağışlananlarından qərar ver. İlahi, bu mübarək Ramazan ayını axır orucluğumuz qərar vermə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Dünyanın hər yerində müsəlmanlara zülm eləyənlərə lənət elə. İşğal altında olan müsəlman torpaqlarını, Qarabağımızı düşmən tapdağından azad elə. Torpaqlarımızın azadlığı yolunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. Bu torpaqların keşiyində dayanan əskərlərimizi yerin göyün bəlasından hifz elə. İlahi, ordumuzun gücün, qüdrətin, izzətin günü-gündən daha da artıq elə. Ordumuzu düşmənə qalib elə. Azərbaycanımızın bayrağını hər yerdə uca elə. İltiması dua deyənlərin hamısının hacətlərini rəva elə. İlahi, bu gecə edəcəyimiz ibadətləri öz böyüklüyü ilə bizdən qəbul elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Hər kim yaxından, uzaqdan zəhmət çəkib bu isti günlərdə hər gün bu məclisləri abad eləyir, məclislərdə iştirak eləyir, dünya və axirətlərin abad elə. İlahi, danışdığımız sözləri həm danışanın, həm eşidənlərin qəlbində təsir elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı və xoşnud elə. Ağamızın zuhurunu tez elə. Haqqı Muhammedin və alih və bil-Fatihə mə'əs-səlam.